Ətrafımızda həmişə özündən danışan, başqalarının hisslərini vecinə almayan insanlar var. Narsizm, insanın özünü həddindən artıq önəmli sayması, daim tərif gözləməsi və empati çatışmazlığı ilə xarakterizə olunan bir şəxsiyyət xüsusiyyətidir. Bu insanlar özlərini dahi, mükəmməl və seçilmiş hesab edirlər. Amma bu görünən özünə-inamın altında çox zaman dərin bir özünü dəyərsizlik qorxusu yatır. Bəs narsist insanlar necə davranır? Onlar daim diqqət mərkəzində olmaq istəyir, tənqidi qəbul etmir. Hətta yüngül bir irad belə onları qəzəbləndirə bilər. Münasibətlərdə manipulyasiyaya meyillidirlər və öz maraqları üçün başqalarından asanlıqla istifadə edirlər. Unutma, narsizm sadəcə özünü sevmək deyil, başqalarının hüquqlarını və hisslərini görməməzlikdən gəlməkdir. Narsist insanlarla necə davranmaq lazımdır? Əgər həyatında narsist biri varsa, bil ki, bu asan deyil. Amma bəzi yollar var ki, səni qorumağa kömək edə bilər. Birinci qayda: sərhədlər qoymaq. Narsist insanlar sərhədləri görməzlər. Ona görə sənin bunu açıq və konkret şəkildə bildirməyin vacibdir. İkinci qayda: onlardan təsdiq gözləmə. Narsistlər nadir hallarda səni tam anlayacaq və sənə dəstək verəcək. Onlarla münasibətdə öz gücünü özündən almalısan. Üçüncü qayda: manipulyasiyaya aldanma. Səni günahkar hiss etdirməyə və özlərini haqlı göstərməyə çalışacaqlar. Bu oyuna düşməməyi öyrən. Unutma, narsist insanları dəyişdirmək sənin vəzifən deyil. Özünü qorumaq isə sənin haqqındır. Videonu bəyəndinsə kanala abunə ol. Bəs sən narsist insanlarla necə mübarizə aparırsan?